bizə əbobla əkobu verir və bizdən B-ni soruşur. Yəni burada 6 fikir versək A deməkdir. Yəni A 6-ya bərabərdir və bizdən B-ni soruşur. Biz düsturumuzu xatırlayaq. 2 ədədinin hasili onların əbobu ilə əkobunun hasilinə bərabərdir. Yəni əbob AB vurulsun əkob AB, yəni bərabərdir A vur B-yə. Yəni 2 ədədin hasili onun əbobu ilə əkobunun hasilinə bərabərdir. Bizdən əkobun qiymətini verir. 2-dir. Yəni 2. Əbobun qiymətini də verir. 48. 2 vur 48 bərabərdir. A da məlumdur. 6-dır. 6 vurulsun B-yə. Bizdən B-ni soruşur. Biz buradan B-ni tapmaq üçün 2-ni 48-ə vurub 2-ni 48-ə vurub 6-ya bölərik. 2-ni 48-ə vursaq 96. 96-nı da 6-ya bölərik. B də bərabərdir 16.